İndi 2.3'e keçəcəyik. 2.3 mövzusunda izotoplar və iyonlar var. Deməli, gəlin biraz bu mövzudan danışaq. İzotop nədir? Təbiətdə tapılan elementlərin bir çoxu proton sayı eyni olan müxtəlif kütlə ədədli atomların qarışığından ibarətdir. Kütlə ədədinin müxtəlif olması səbəbi onların atomlarında neytronların sayının fərqli olmasıdır. Məsələn, bariz bir nümunə hidrogenin 3 izotopu məlumdur. Deməli, izotop nədir? İzotop proton sayları eyni, kütlə ədədləri fərqli olan atomlar növünə izotop deyilir. İzotop nədir? Kütlə ədədləri fərqli olmalıdır. Protonları isə eyni olmalıdır. Gördüyünüz kimi hidrogenin təbiətdə ümumiyyətlə hidrogenin 3 izotopu məlumdur. Birinci izotopun adı protiumdur. Bax bunun adı nədir? Protium. Protium. Protium neytronu sıfıra bərabərdir. İkinci izotopun adı deuteriumdur. Deuterium. O neytronu 1-ə bərabərdir. Üçüncü izotop isə süni şəkildə yaranmış, deməli 2 neytronu olan tritiumdur. Tritium. Aha. Kitabda da bunu göstərir. Protium, deuterium və tritium. Deməli, izotop nə idi? Proton sayları eyni olsun. Bax, proton eyni, kütlə ədədləri fərqli. Təbii ki, neutron da fərqli olacaq. Burada kütlə ədədinin çıxarılması məsələsi var digər səhifədə. Kütlə ədədi necə hesablanır? Deməli, bir neçə deməli, element atomunun, məsələn, 3 dənə izotopu var. Məsələn, özümdən deyirəm. Məsələn, biri 8-dir izotopu, daha doğrusu kütlə ədədi. Biri 9-dur, biri 10-dur. Tutaq ki, x1 atomdur. Baxın, x1 atomdur. Hamısı da, məsələn deyirəm, tutaq ki, 8 deyilə. Bu da, bu da, bu da. Aha. Belə bir atomumuz var əlimizdə. 3 dənə izotopu var. Protonu eyni, kütlə ədədləri 8, 9, 10 və bizə bu 3 ümumiyyətlə X atomunun kütlə ədədini soruşur. Deyir, verilmiş izotoplara görə kütlə ədədini tap. İndi 8-dirmi, 9-durmu, 10-durmu? Hansına qərar verək? Bilmirəm. Üçünü də götürmək olmaz. Bir dənə orta kütlə ədədi anlayışı ortaya çıxır. Deməli, A orta. Necə hesablanır bu A orta? A orta hər bir kütlə, hər bir izotopun faizini verilmiş faizini, onun öz izotopuna hasilini demək, vurub toplayıb bölürük 100-ə. Məsələn, deyirəm ki, tutaq ki, 20%, məsələn, bu özümdən deyirəm, 20% bu izotop var, 8 izotopu. Vururam 8-ə. Deyir ki, məsələn, 10%də 9 izotopu var. 10%də vururam 9-a. Yerdə neçəsi qalıb? 70% qalıb da, düzdür? 70%də bu izotopu var, 10 izotopu. Vururam 10-a. Deməli, nə edirik? Hər bir izotopun öz faizi verilir məsələdə. Bu məsələdə verilir. Dediyim kimi, məsələn, 8 izotopunu 20% verib, 9 izotopunu tutaq ki 10% verib, 10 izotopunu isə verir ki 70% təşkil edir. Hər izotopu öz faizinə vurub bölürük 100-ə. 100%, tam faizə. Buradan alınan ədəd, indi nə alınırsa hesablamıram. Yəni, məsələn, atıram, tutaq ki 9,3 alınır. Məsələn deyirəm, təxmini. Elə cavab da, məsələn, bunun atom kütləsini də 9,3 götürürlər və yaxud da yuvarlaqlaşdırırlar, 9 götürürük və s. Başa sala bildim yəqin ki, ona nümunəyə baxacağıq. Məsələn, baxın. Xlor atomunun izotoplarını verib. Xlorun deməli 17, baxın burada veribdir. 35 və 37 izotopunu veribdir. Deyir ki, xlorun 35 izotopu 75%-dir. 37 izotopu da 25%-dir. Buradan kütlə ədədinin tapılmasını soruşur. Necə eləyirik? A orta bərabərdir. Bax, 75-i 35-ə vurursan, 35-ə. Üstünə gəlirsən, 25%-i də 37-yə vurursan. Və bölürsən 100-ə. Və nəticədə 35,5 alınır. Xlorudan elə atom kütləsini 35,5 götürürlər, yəni nisbi atom kütləsini. Aydın oldu? Deməli, izotoplar nə idi? İzotop bir elementi var, eyni element olmalıdır. Eyni elementin proton sayı eyni olur. Məsələn, 6, 6, 6. Məsələn, kütlə ədədləri fərqli olur. 12, 13, 14. Bax, bunlara izotop deyilir. Aydın oldu? Davam edirik növbəti hissə ilə. Atomun, neytral atomun elektron verib, elektron alması nəticəsində çevrildiyi yüklü hissəciklər iyonlar adlanır. Baxın, mən dedim ki, neytral atom proton və elektron sayı dəyişmir, bərabərdir. Protonun sayını evinin nömrəsi kimi düşünün. Məsələn, deyirəm ki, litium 3-cü xanada yerləşir. Yəni protonu 3-dür, evinin nömrəsi 3-dür. Elementlər başqa evlərə köçmürlər. Ömür boyu burada yaşayır. Məsələn, 3-cü qapıda, 3-cü nömrəli evdə yaşayır. Amma elektron onun cibindəki puldur. Normal halda evi 3, cibindəki pul da 3-dür. Amma elektron verəndə və ya alanda artıq proton dəyişmir, evin nömrəsi dəyişmir. Elektron sayı dəyişir. Yəni, cibindəki pul artıb azalır. Deməli, deyəcəyik ki, X elementi əgər müsbət bir yüklüdürsə, bu deməkdir ki, elektron verdi, müsbət, xərclədi. Məsələn, 3 idi protonu, xərclədi, oldu 2, azaldı, azalma baş verdi cibindəki pul. Aydın oldu. Bax, müsbət 1 o deməkdir. Bir də izah edirəm. Məsələn, deyirəm ki, X bir atomdur. X 15-dir bunun evinin nömrəsi, yəni protonun sayı 15-dir. 0 halda, neytral halda elektronu da 15-dir. İndi soruşuram ki, 15-dən 18-ə gəlib. Yəni, proton sayı dəyişmir, elektronu 18 olub. Bu zaman görürsünüz, elektron sayı artıb. Mənfilik artıb da, müsbət azalmayıb. Proton müsbətdir. Kim artıb? Mənfi tərəf artıb. Deməli, indi yükü tapanda və bu üstü tapanda. Bu qaydanı unutmayın. Sol, sol. Bu tərəf sol. Çıx, sağ, bərabərdir yük.
Bu qaydadır. Yəni solum 15-dir, çıxıram 18-i, neçə eləyir? -3. Yəni kim tərəf, hansı tərəf çoxdursa yük o mənfi müsbət alır da. Yəni elektron tərəf çoxdur da, mənfi tərəf çoxdur. Deməli -3 olacaq. Məsələn, indi buna baxın. Deyirəm ki, x bir atomdur, 12-dir, 10 olub elektron sayı. Deyir yükü tap, bura n olsun, yükü tap. Necə tapacağıq? Sol çıx sağ qaydası. 12 çıx 10. Neçə eləyir? -2. Mənfədə dalmadın. Və yaxud da 9-dur, 10-a gəlib, sol çıx sağ, yükü tap, sol çıx sağ, -1. İndi əksinə bir qayda tətbiq edək. Məsələn, deyirəm, bura 17-dir, -1, elektronu hesabla. Elektron nəyə bərabərdir? Sol çıx sağ qaydası. Və yaxud da düsturla eləmirəm, baxırsan ki, -1. Mənfi o deməkdir ki, bu elektron alıb. Alandan sonra mənfi yüklənir. Yəni nəyisə alır, mənfi yüklənir. Deməli alıb da -1 olubsa, bu artıb ha, azalma deyil ha. -1 olub. Deməli bu 18-dir. Bunu məntiq yolu ilə belə tapmaq üçün izah elədim. Yəni düstursuz. Gördün mənfidir. Deməli alıb ki, -1 olub. Bax, alıb. Unutmayın. Çıxmayın ha, götürüb 17-dən mənfi çıx 1 yazmayın. Və yaxud da ən düzgün yol. Sol, çıx sağ. Bərabərdir yükə. Yüküm nədir? -1. Yerinə qoy. Sol 17, sağı bilmirəm. Elektron qoy bura. Bərabərdir -1. Elektronu buradan tap 18. Düsturu hesabla. Aydın oldu. Məsələn, bir dənə də deyək. Məsələn, deyirəm ki, kükürt. 16, -2, elektron sayını tap. Neyinirsən? -2 deyil, 18 olub. 2-dən artıb da, ona görə mənfi olub. 18 olub. Və yaxud da sol çıxsaq, 16 çıx elektron bərabərdir -2. Və yaxud deyirəm alüminium 13, -3. X-i tap, elektronu tap. Necə idi? Sol çıx sağ bərabərdir -3-ə. Yəni soldan sağı çıxıb bərabər edirsən 3-ə. Buradan x-i tapırsan, x nədir? 10. Və yaxud da düstursuz düşün. Düstursuz nətər düşünürdük? Dedik ki, müsbət o deməkdir ki, atom elektron verir. Mənfi o deməkdir ki, alıb, elektron alıb. Məsələn, birində deyirəm. Məsələn, deyirəm ki, x, tutaq ki, nə deyək? Məsələn, x 14, məsələn. Olub 12, məsələn, olub 12. Bax, görsən azalıb da, elektron azalıb. Proton çoxdur. Deməli, proton çoxdursa bu müsbətdir. Axı müsbət tərəf çoxdur. Mənfi tərəf çox olsaydı mənfi tərəf, bura mənfi yazardım. İndi 14-dən 12 çıx müsbət. Deməli, neytral atomun çevrildiyi iki cür iyon var. Yüklü hissəciklərinə iyon deyilir. Əgər elektron verirsə kation, alırsa anion olacaq. Anion. Müsbət yüklü kation, mənfi yüklər anion adlanır. Belə. Bir dənə də misal deyirəm, videonu bitirirəm. Məsələn, deyək nə? X bir atomdur. Deyirəm ki, proton, elektronun sayı tutaq ki 20-dir. Tutaq ki müsbət 2-dir. Proton sayını hesabla. Qaydamız nə idi? Sol, çıx sağ, bərabərdir müsbət 2-yə, yükə. Sol çıx sağ bərabərdir yük. Bunu unutma. Sol nədir? Proton. Çıx, 20 elektron, bərabərdir müsbət 2. Aha, burada necə eləyirdik? Mənfi müsbət, proton bərabərdir 22. Aydın oldu mu? Sualınız olarsa özəldən yazın, WhatsApp'dan cavablayacağım.